Azərbaycan Cüdo Federasiyasının təlim məşq bazasında Avropa çempionatına hazırlaşan cüdo millimizin media üçün açıq məşqi təşkil olunub. Turnirdə komandamıza kişilərin ibarət yığmanın baş məşqçisi Richard Trautmann, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmailov, Slavko Tekiş və Robert Kravçik, eləcə də qadın yığmamızın baş məşqçisi Amina Abdellatif və böyük məşqçisi Saşa Herkenrat Vimar rəhbərlik edəcək. Qeyd edək ki, kişilərdə 60 kq-da Balabəy Ağayevlə Əhməd Yusifov, 66 kq-da Turan Bayramov, 73-də Hidayət Heydarov, 81-də Zelim Çikayevlə Ömər Rəcəbli, 90-da Murad Fətiyev, 100 kq-da Zelim Kotsoyev, 100 kq-dan artıq çəkidə isə Kənan Nəsibov ilkin heyətdə yer alıblar. Qadınlarda isə 48 kq-da Könül Əliyeva ilə Şəfək Həmidova, 52-də Leyla Əliyeva və Gültaz Məmmədəliyeva, 70 kq-da Südəbə Ağayeva və 78 kq-dan artıq çəki dərəcəsində Madina Kaysinova yer alıblar. Kişilərin ibarət seçmənin baş məşqçisi Richard Trautmann komandanın hazırlıq səviyyəsindən razı olduğunu deyib. Mütəxəssis ötən ilki qitə birinciliyi ilə müqayisədə bu dəfə vətənə daha çox medalla qayıtmaq istədiklərini deyib. Yarışa çox az vaxt qalıb. Komandanın hazırlıq səviyyəsindən razıyıq. Gürcüstanda keçirdiyimiz təlim məşq toplantısı da faydalı oldu. Təbii ki, Avropa çempionatında uğur qazanmaq istəyirik. Bununla belə dünya çempionatına da fokuslanmışıq. Mundialda da yaxşı nəticələr qazanacağımıza inanıram. Cüdoda əvvəlcədən proqnoz vermək çətindir. Ötən il Avropa çempionatında 5 medal qazanmışdıq. Bu dəfə bu rəqəmin daha böyük olacağına inanıram. Qadın yığmasının baş məşqçisi Amina Abdellatif yarışa böyük ümidlərlə getdiklərini və hər zaman məqsədlərinin uğur qazanmaq olduğunu deyib. Hazırlıq yüksək səviyyədədir. Avropa çempionatına sayılı günlər qalıb. Qitə birinciliyinə ciddi hazırlaşırıq. Avropa çempionatından sonra Bakıda təşkil olunacaq dünya birinciliyinə hazırlaşacağıq. Hər zaman yarışlara medal ümidi ilə gedirik. Avropa çempionatında da qadın cüdoçulara ümidlər böyüdü. Bu dəfə də məqsədimiz dəyişmir. Uğur qazanmağa çalışacağıq. Yarışda həmçinin Azərbaycan Cüdo Federasiyasının Hakimlər Heyətinin üzvü, beynəlxalq dərəcəli A kateqoriyalı hakim Nazim Umbayev də ədalət təmsilçiləri sırasında yer alacaq. Qeyd edək ki, Avropa çempionatı aprelin 16-19 aralığında keçiriləcək. Turnirdə 46 ölkədən 409 cüdoçu 14 medal dəsti uğrunda mübarizə aparacaq.